Əvvəla usta sökəndə söndürür, sökür, həkim xodlu-xodlu sökür, yığır. Yəni bu fərq var. Bir də ki, usta deyək ki, sökdü motor, yəni problem çıxdı, deyə uzaqbaşı davadalaş ki, bir də motor alıb verəcək də ikinci əl. Bu həkim nə alıb verəcək, xəstə öldüsə, nə alıb verəcək? Ancaq orada qol çəkdirirlər də sənə. Hə, yəni nə Allah eləməsin, dünyanı dəyişsən bizlik deyil də. Hə, orada yəni baxmırsan, onsuz da oxumursan. Biz nəyi oxumuşuq ki, hara gedirik, deyir burdan qol çək. Biz elə qolumuzu, imzamızı atırıq ora. Bir oturub oxuyan yoxdur ki. Nəyə qol çəkirik? Mən buna nəyə imza çəkirəm? Həqiqətən elə də. Bəli. Heç vaxt oxumusan Elnur. Balaca yazılan adamın səbri çatmır. Hə, yox, sən ha vaxtsa oxumusan. Yox, Səbrin çatmır. Bəlkə sən orada elə bir şey deyirsən, qapıdan çıxanda deyirsən sən orada qol çəkdin ki, sən donursan, sənin bütün ciyərin böyle. Ama her şey de öyle. Yani Yani her şey de öyle. Yani özellikle zaten insanların o psikolojisini bildikleri için ne olursa olsun adice banklarda kredi kartı alacaksın. O kadar 3 sayfa 4 sayfa şey çıkartıyorlar kabağına. Bezip okumayasın, hemen kol çekip gidesin. Her şeyde. Əsas məsələ pulunu ver. Ay sağ ol. Mesela Google'da neyse bir şeye kabul edeceksen yazıyor 2 kilometre yazı, artık adamın höfselesi çatmıyor. He okey diyor, gidiyor.